Azərbaycan dövlətini hər hansı bir məzhəblə və ya hər hansı bir dinlə əlaqələndirmək doğru deyil. Bəli, biz müsəlman dövlətiyik. İslam dövləti deyil, müsəlman dövlətiyik. Müsəlman ölkəsiyik daha doğrusu. Müsəlman ölkəsi çünki əhalimizin əksəriyyəti müsəlmandır. Və bu müsəlmanların içərisində tarixən İslamın iki böyük məzhəbinin nümayəndəsi yaşayıb. İstər şiəliyin nümayəndələri, istər sünniliyin nümayəndələri bunlar Azərbaycanda yaşayıblar. Və bugün Azərbaycanı müəyyən bir məzhəblə assosiasiya eləmək və Azərbaycanı sünni dövləti və ya şiə dövləti şəklində təqdim etmək çox təhlükəli bir tendensiyadır və insanları bölməyə hesablanmış bir tendensiyadır, mənim fikrimdir. Və ilahiyyətin üstündə də bu baxımdan biz məzhəblər üstü bir təsir veririk. Yəni məzhəblər İslamın reallığıdır. Şəxsən mən özüm məzhəblər tarixçisiyəm. Yəni məzhəblər bu sekt İslamda mövcud olan məzhəblərin üzrə mütəxəssisəm. Və məzhəblərin əslində fərqli fikirlərin olmağını mən bir fikir müxtəlifliyi olaraq, zənginliyi olaraq görürəm. Amma problem bilirsiniz nədədir? Bu məzhəbləri düşmənçilik halına gətirmək. Dini təhsil verərkən bunu nəzərə alırıq. Yəni Azərbaycanda İslam dünyasında mövcud olan müxtəlif məktəblərin fikirlərini öyrədirik, amma təsviri yolda öyrədirik. Yəni bu doğrudur, bu səhvdir, buna etiqad eləməliyik, ona etiqad eləməliyik anlayışı bizdə yoxdur.